Hamıya salam. Bugün bizə kim baxırsa və izləyirsə, hamınıza gözəl, xoş gün, əhval ruhiyyə arzulayıram. Bu günləri Anjelika pirojnasının hazırlamasını sizinlə paylaşıb bölüşürəm. Bəlkə də bəziləriniz hazırlayırsınız və sizlər nələr bilirsinizsə mənə yazmağı belə unutmayın. 6 ədəd yumurtanın ağını sarısından ayırıram. Biraz qaşığın ucunda çox azca duz əlavə edirəm. Əvvəlcə yumurtanın ağını qarışdırıram. Artıq baxın beləcə ağ köpük şəklində hazır. Əgər istəyirsinizsə içərisinə 1-2 damcı limon şirəsi əlavə edib qarışdırın. Bir kənara qoyuram. 6 yumurtanın sarısı və 2 stəkan şəkər tozu. Əvvəlcə 1 stəkan əlavə edib qarışdırıram. Yəni hissə-hissə əlavə edirəm. Bu da 2-ci stəkan əlavə edirəm. Şəkər tozu həll olana qədər qarışdırıram. Təqribən 5-7 dəqiqə. Sonra hissə-hissə yumurtanın ağını içərisinə əlavə edib qarışdırıram. Yəni hamısını göstərməyə mənə elə gəlir ehtiyac yoxdur. Vanilin əlavə edirəm içərisinə. Artıq mikser bizə lazım deyil. Qarışdırmaq üçün bir kənara qoyuram. Daha da geniş həcmli qabda etmək mənə elə gəlir ki, daha da yaxşı olardı. Bax, 2 ya da qəşəng şüşə qab daha da yaxşı idi. Hazırlamaq üçün nəysə. İsmət deyilmiş almaq gələn səfər. İnşallah bir kənara qoyuram. 1 stəkan qatıq içərisinə əlavə edirəm. Əgər yemək sodasından istifadə edirsinizsə, elə qatığın içərisinə əlavə edib qarışdırın, sonra dökün. Yox, əgər qatıq da yox, xama istifadə ediriksə, 15% xama, demək, stəkanın yarısı qədər əlavə edin. Mən isə bu günləri qatıqdan istifadə edirəm. 2 stəkan un əlavə edirəm. 1 stəkan da əlavə edim. Bu da 2. Köpürdücü və yaxud da ki, qabartma tozu. Güya ki, böyük bir qab götürdüm, böyük həcmli. Olduğu budur. Bunu da ehtiyatla qarışdırıram. Tavanın içərisinə tökürəm. Duxovkanı hazırlamamışdan əvvəl artıq yandırmışam, bişirirəm 160 dərəcə Selsi temperaturda. Təqribən 20 dəqiqəyə hazır olur. Yəni ki, tamamilə dəqiqəsinə arxayın olmayın. Nəzarət edin, duxovkanın, yəni qaz sobasının şkafının qapısını tez-tez açıb bağlamayın. Ümumiyyətlə açmayın. Əvvəlcə açanda tort yaxşı, yəni biskvit yaxşı köpmür. Tamamıyla soyduktan sonra stəkanla kəsirəm ehtiyatla.
Sonra isə demək ortasını kəsirəm ya sapla və yaxud da ki bıçaqla kimə necə rahatdırsa. Qalan hissələrini isə xırda-xırda ovuntu şəklində hazırlayıram. Bu şəkildə yarım stəkan şəkər tozuna yarım stəkan su əlavə edib şərbət hazırlayıram. Paxlavada hazırladığımız kimi, əgər xoşlamırsınızsa yoğurtla əvəz edin. İstənilən hər hansı bir meyvəli yoğurtla üzərinə çəkin. Təqribən çəkdikdən sonra demək 15 dəqiqə, 10 dəqiqə saxlamaq kifayət edir ki, müəyyən qədər özünə çəkmiş olsun. Krem hazırlayıram. Demək hazırlanmasını linklərini burada paylaşıram. Baxmaq istəyənlər baxa bilərlər. Sonra isə hər iki səthini kremləyirəm. Hər iki səthini daha doğrusu və yaxud da ki üzünü kremləyirəm. Yəqin ki görükür. Üstünü və qıraqlarını tamamilə kremləyirəm. Kremi əvvəlcə hazırladıqdan sonra hardasa təqribən 4-5 saat soyuducuda saxlamaq daha da yaxşıdır. Kremlədikdən sonra ovuntunu üzərinə səpirəm. Hamısını hazırladıktan sonra qablara qoyuram. Demək, həmən dəqiqəsi yeməyə süfrəyə vermirəm. Bir neçə saat saxladıktan sonra əlbəttə ki çay ilə və yaxud da ki kofe, kakao ilə yeməyə süfrəyə verirəm. Sizlər nələr hazırlayırsınız? Mənimlə yazıb bölüşməyi belə unutmayın. Sağollaşmıram, yenə də hələlik deyirəm. Yeni hansı videoları görmək istəyərdiniz və yaxud da ki nələri bilmək istərdiniz? Siz də bildiklərinizi mənimlə yazıb paylaşın. Mənim üçün də maraqlıdır. Əlbəttə ki, suallarınızı gözləyirəm. Sağollaşmıram, yenə də hələlik deyirəm.